Salam əziz abituriyentlər, mən Elşad Həsənov, kanalımıza xoş gəlmisiniz. Bu günlərim sizə termodinamika bölməsinin ikinci hissəsini izah edəcəm. Deməli, termodinamikanın birinci qanunundan danışacağıq. Termodinamikanın birinci qanunu enerjini saxlama qanunudur. Biz əslində əvvəlki dərslərimizdə mexanik enerji haqqında məlumat vermişdik. Demişdik ki, mexanik enerji həm kinetik enerji var, həm potensial enerji var. Və bu kinetik enerji ilə potensial enerjinin cəmi tam enerjiyə bərabər olur və bu tam enerji dəyişmir, sabit qalır. Bundan sonra da daxili enerjiden danışdıq. İndi isə daxili enerjidə artıq var. Daxili enerji, kinetik enerjilərin cəmi yenə bu səfər sabit qalacaq. Yəni, Y ümumi enerji, tam enerji bərabərdir. Yaza bilərik, Y mexanik enerji, üstəcəl daxili enerji və bu nə olur? Konstant, hər zaman sabit qalır. Burada mexanik enerji deyəndə kinetik və potensial enerji nəzərdə tutulur. Enerji saxlama qanununu xarakterizə edir termodinamikanın birinci qanunu. Deməli, termodinamikanın birinci qanunu necə ifadə olunur? Bir sistem götürək, qab götürək, porşeni olsun və içərisində də qaz olsun. Biz bu sistemə istilik miqdarı verdiğimiz zaman verdiğimiz istilik miqdarı itməyəcək, nəyəsə sərf olunacaq. Təbii ki, verdiğimiz istilik miqdarı bu sistemi qızdırdığı üçün bunun daxili enerjisini dəyişdirəcək. Plus, burada təzyiq artdığı üçün bu porşeni yuxarı doğru itələyə bilər. Porşeni yuxarı doğru itələyəndə qaz müəyyən qədər iş görmüş olacaq. Deməli, buradan belə bir nəticə çıxır ki, sistemə verilən istilik miqdarı heç yerə itmədi. Nəyə sərf olundu? Daxili enerjinin dəyişməsinə plus qazın gördüyü işə sərf olundu. Bax, bu ifadə termodinamikanın birinci qanunudur. Təbii ki, bu ifadəni biz başqa formada da yaza bilərik. Necə yaza bilərik? Bildiyimiz kimi qazın gördüyü iş qaz üzərindən görünən işin mənfisinə bərabərdir. O zaman biz bunu bu şəkildə də yaza bilirik. Q bərabərdir delta U çıxılsın A şəklində yaza bilərik və yaxud da delta U bərabərdir Q üstəgəl A şəklində də yaza bilərik. Bunların ikisi də termodinamikanın birinci qanunu olur. Və termodinamikanın birinci qanunu birinci düsturdan ifadə etsək, sözlə deyəcək. Sistemə verdiyimiz istilik miqdarı daxili enerjinin dəyişməsinə və qazın gördüyü işə sərf olunur. İkinci düstura əsasən desək, deyəcək ki, daxili enerjinin dəyişməsini iki üsulla dəyişə bilərik. Bir, sistemə istilik miqdarı verməklə, iki, sistem üzərində iş görməklə. Yəni, həm sistemə istilik miqdarı verməklə, həm də sistem üzərində iş görməklə daxili enerjini nə bilərik, təbii ki, dəyişdirə bilərik. İndi isə termodinamikanın birinci qanununu müxtəlif proseslərə tətbiqini göstərəcəm sizə. Söhbət hansı prosesdən gedir? Təbii ki, izotermik proses var, izofor proses var, izobar proses var, bir də plus adiabat proses var. O zaman mən termodinamikanın birinci qanununu yenə olduğu şəkildə burada yazıram, gözümüzün önündə olsun. Sonra müxtəlif proseslərə yavaş-yavaş tətbiq edəcəm. Deməli, termodinamikanın birinci qanunu Q bərabərdir delta U üstəgəl H dedi. Ya da dedi ki, delta U bərabərdir Q üstəgəl A demiş oldu. Bu oldu termodinamikanın birinci qanunu. İndi termodinamikanın birinci qanununu izotermik prosesə tətbiq edəcəm. Yazıram. İzotermik proses. Bildiğimiz kimi izotermik prosesdə temperatur sabitdir. T bərabərdir konstant. Eğer temperatur sabitdirsə, təbii ki, delta U bərabərdir 0 olacaq. Niyə? Çünki bilir ki, daxili enerjinin dəyişməsi 2-də 3 N bölünsün E eğer delta T'ye bərabərdir. Eğer temperatur sabitdirsə, bu zaman delta T 0 olmuş olur. Yəni temperaturun dəyişməsi 0 olmuş olur. Temperaturun dəyişməsi 0-dırsa, deməli daxili enerjinin dəyişməsi də 0-dır. İndi biz termodinamikanın birinci qanununa nəzər yetirsək, görərik ki, daxili enerjinin dəyişməsi 0-dırsa, o zaman termodinamikanın birinci qanunu Q bərabərdir A-işlik şəklində düşür. Və yaxud da Q bərabərdir mənfi A şəklində düşür. Bu nə demək olur? Bu demək olur ki, izotermik prosesdə sistemə verilən istilik miqdarının hamısı qazın gördüyü işə sərf olunur. Q bərabərdir A işdir. Və izotermik prosesdə bildiyimiz kimi deməli, temperatur sabitdir.
Temperatur sabitsə, o zaman təzyiq həcmdən necə asılıdır? Təbii ki, tərs mütənasib asılıdır. Ya burada həcm artır, təzyiq azalır, ya da ki, PV-dən tərs asılıdır, T bərabərdir, konstant olanda, ya da ki, həcm azalır, təzyiq neyləmiş olur? Artmış olur. Deməli, izotermik prosesdə termodinamikanın birinci qanunu, baxın, bu şəkildə və ya bu şəkildə olacaq. İkinci proses, izoxor proses. İkinci, izoxor proses. İzoxor prosesdə əvvəldən bildiyimiz kimi nə sabitdir? Təbii ki, həcm sabitdir. V bərabərdir, konstant. Əgər həcm sabitsə, təbii ki, delta V bərabərdir, 0. Delta V 0-dırsa, termodinamikanın birinci qanunundakı hansı fiziki kəmiyyət 0-dır? Təbii ki, A iştirik 0-a bərabər və ya A 0-a bərabər. Niyə bəs? Çünki biz bilirik ki, A iştirir P delta V-yə bərabər. Əgər həcm 0-dırsa, əlbəttə ki, qazın gördüyü işlə nə olacaq? 0 olmuş olacaq. O zaman termodinamikanın birinci qanunu hansı şəkildə düşəcək? Q bərabər delta üstəgəl A iştirik ifadəsinə görə əgər A iştirik 0-dırsa, o zaman Q bərabərdir delta U yaza bilərik. Və yaxud da Q bərabər delta U şəklində yaza bilərik. Bu oldu, deməli, izoxor prosesdə termodinamikanın birinci qanunun ifadəsi. Mən bu ifadələrdən başqa düsturlar çıxardacağım. Hansı düsturlar çıxardacağım? Deməli, mən Q-nun yerinə istəsəm C, M, delta T yaza bilərəm. Delta-nın yerinə yazsam 2-də 3, M bölünsün, M delta T yaza bilərəm. Və əlbəttə ki, burada delta T, buradakı delta T və M-lər ixtisar edəcək. Buradan alınır ki, balaca C bərabərdir 2-də 3, deməli, delta T bölünür, 2-də 3, deməli, M-lər ixtisar edir, C 2-də 3, M bölün R, burada R yazmamışam, R delta T. O zaman yerdə nə qaldı? R bölünsün, böyük M olmuş olur. Bax, buna deyirlər izoxor prosesdə, yəni V sabit olanda, xüsusi istilik tutumunun düsturu, izoxor prosesdir. Bir də var, istilik tutumunun düsturu. Və biz bilirik ki, istilik tutumu böyük C hərfinə işarə olunur. Böyük C bərabərliyin balaca C vursun M. Mən burada balaca C-nin yeni bu ifadə yazanda, o zaman istilik tutumunun sabit həcmdə düsturu, təbii ki, buradan belə olacaq. 2-də 3, M bölünsün, M vur, M olacaq. Lazım gəlsə M böl M-in yerinə nü yaza bilərim. O zaman düstur nə olar? 2-də 3, nü, R şəklində də yaza bilərim. Yəni, bu ifadələr izoxor prosesdə xüsusi istilik tutumunun düsturu, bu isə istilik tutumunun ləzgi düsturudur. Bu arada, izoxor prosesdə Q delta U-ya bərabər olduğu üçün, mən burada Q bərabərdir, delta U-nun yerinə öz ifadəsini yazsam, o zaman Q-nun düsturu olar nə? Təbii ki, 2-də 3, M bölsün M, R delta T də olmuş ola bilər. Yəni, mən Q-nu delta U-ya bərabərləşdirmişəm. Delta-nın ifadəsi 2-düz M bölü M, R delta T-yə bərabərdir. Bu oldu izoxor prosesdə termodinamikanın birinci qanunu. Əziz şagirdlər, indi isə üçüncü proses izobar prosesindən aşağı. Deməli, yazıram izobar proses. İzobar proses. Bildiyimiz kimi izobar prosesdə nə sabitdir? Təbii ki, təzyiq sabitdir. P bərabərdir, konstant. Təzyiq sabitdirsə, uzaqbaşı delta P 0 ola bilər. Delta P-nin 0 olması termodinamikanın birinci qanununda heç bir fiziki kəmiyyətin 0 olması anlamına gəlmir. Ona görə də biz deyirik ki, izobar prosesdə termodinamikanın birinci qanunu olduğu şəkildə qalmış olacaq. Q bərabərdir, delta U üstəgəl A işdir. Yəni, bu demək ki, sistemə verilən istilik miqdarının bir qismi daxili enerji dəyişməsinə, bir qismi isə qazın gördüyü işə sərf olunur. Və bunlar da belə qarma-qarışıq deyil, sistemli olaraq hər zaman 0.6 hissəsi daxili enerji dəyişməsinə, 0.4 hissəsi isə qazın gördüyü işə sərf olunur. İndi birazdan o izahını verəcəm sizlər üçün. Yəni, 60% daxili enerji dəyişməsinə, 40% qazın gördüyü işə sərf olunur. Biz istilik miqdarı haqqında belə bir şey yaza bilərik. Q bərabərdir. Delta U-nun ifadəsi 2-də 3, M bölünsün M, R, delta T bilirik. Bilirik.
Qazın gördüyü işə P delta V yox, M bölünsün M R delta T yaza bilərik. Çünki mən burada cəm var, toplamalıyam. Əgər daxili enerji dəyişməsinin yerinə bu ifadəni yazıb, ora P delta V yazsam, toplama edə bilməyəcəm. O zaman buradan Q bərabərdir nəyə? 2-də 5, M bölünsün M, R delta T və yaxud da 2-də 5, təbii ki, nü, R delta T-də nə bilərik, yaza bilərik. Deməli, izobar prosesdə isti miqdarının ifadəsini nə oldu? Tapmış olduq bu şəkildə. Və izobar prosesdə təzyiq sabit olanda xüsusi isti tutumu və isti tutumu da düsturlarda mən burada sizə çıxarış olaraq göstərmək istəyirəm. Deməli, ifadəmiz nə oldu? 2-də 5 M bölü M R delta T oldu. O zaman mən yazıram Q-nun yerinə. Mən burada Q-nun yerinə SM delta T yazacağım. Yazıram SM delta T bərabərdir 2-də 5 M bölünsün M R delta T. Təbii ki, biz burada nəyi ixtisar edəcəyik? Baxın, delta T'lər ixtisar edəcək, M-lər də ixtisar edəcək. Onda yerdə nə qaldı? Yerdə qaldı C bərabərdir 2-də 5 R bölünsün M qaldı. Bu nə oldu? Bu sabit təzyiqdə xüsusi isti tutumunun düsturu. Və biz isti tutumunda düsturunu çıxarda bilərik. Və biz bilirik isti tutumu xüsusi isti tutumu ilə cismin kütləsinin hansına bərabərdir. O zaman biz xüsusi isti tutumu haqqında C-ni yerinə bu ifadəni yazanda 2-də 5 M bölünsün M R, təbii ki, sabit təzyiqdə və ya burada M bölü M-in yerinə nü yazsaq C bərabərdir 2-də 5 nü R də yaza bilərik. Deməli, sabit təzyiqdə xüsusi isti tutumunun düsturu və isti tutumunun düsturu bu şəkildə olmuş olur. Və biz bunu da bilirik ki, izobar prosesdə sistemə verdiyimiz istilik miqdarının 0,6 hissəsi, yəni 60%, daxili enerjinin dəyişməsinə, 0,4 hissəsi isə qazın gördüyü işə sərf olunur. Bəs bu necə olacaq? Bu təbii ki, buradan çıxır. Çıxarışını da sizlər üçün yazıram ki, bəlkə nə vaxtsa unudarsınızsa, həmən o çıxarışdan sizin köməyiniz gələ bilər. Mən nə edəcəyik uşaqlar? Delta U-nu böləcək Q-ya. Təbii ki, delta U-nun düsturu 2-də 3, M bölünsün M, R delta T-dir. Amma Q-nun düsturunu mən burada çıxartmışdım. Nə çıxartmışdım? 2-də 5. Yazıram. 2-də 5, M bölünsün M, R delta T yazacaq. Buradan M bölü M-lər ixtisar edəcək, evlər ixtisar edəcək, delta T-lər ixtisar edəcək, plus burada 2-lər ixtisar edəcək və nəhayət belə bir ifadə alınacaq. 3 bölü 5. Bu da nə edir? 0,6. Və nəhayət delta U bərabərdir 0,6 nəyə? Q-ya. Bax, bu şəkildə çıxardacaq. Bəs ikinci düsturu hansı şəkildə çıxardacaq? Təbii ki, belə çıxardacaq. İkinci düsturu isə A-ın Q-ya nisbəti kimi yazacaq. A-ın yenə yazacaq M bölü M R delta T. Q-nun yerinə yazacaq 2-də 5 M bölü M R delta T yazmış olacaq. Təbii ki, burada M bölü M-lər R delta T, R delta T ilə gedəcək. Və nəhayət burada qalacaq 5-də 2, bu da olacaq 0,4. Yəni ki, A işlemi bərabərdir 0,4 Q şəklində də nə edə bilərik? Yazıb göstərə bilərik. Və burada şagirdlər başqa bir ifadəni çıxartmaq istəyərəm sizin üçün. Bəs delta U-dan A işlemi arasında hansı ifadə ola bilər? Onu da burada göstərəm sizə. Deməli, delta U bölünsün A işlemi bərabərdir. Delta U-nun yerinə yazsan 0,6 vur Q. A işlemi yerinə yazsan 0,4 vur Q. Təbii ki, Q-lar ixtisar edir. 0,6-nın 4-ə böləndə eləyir 1,5. Və nəhayət delta U bərabərdir 1,5 A işlemi ifadəsini də nə edə bilərsiniz? Ala bilərsiniz. Yəni, biz burada həm delta U-dan Q arasında ifadəni təyin etmiş olduq, A işlemi Q arasında ifadəni təyin etmiş olduq, həm də delta U-dan A işlemi arasında ifadəni təyin etmiş olduq. Və ifadədən görsəndi ki, çıxarışlardan görsəndi ki, sistemə verilən istilik miqdarının 0,6 hissəsi, yəni 60% daxili enerjinin dəyişməsinə sərf olunur. Sistemə verilən istilik miqdarının 40%, yəni 0,4 hissəsi qazın gördüyü işə sərf olunur. Və qazın gördüyü işlə daxili enerji arasında bax bu şəkildə münasibət vardır. Yəni, izobar prosesdə
daxili enerji dəyişməsi olduğu kimi qalır. Sistemə verdiyimiz istilik miqdarının bir qismi daxili enerji dəyişməsə, bir qismi işin görülməsinə sərf olunur. Hansı qismi? 60% bura sərf olunur, 40% isə bura sərf olunur. Əziz abituriyentlər, indi isə istilik mühərrikləri və faydalı şəmsaldan danışacağam. İstilik mühərrikləri nədir? İstilik mühərrikləri daxil yanma mühərrikini mexaniki işlə, mexaniki enerji çevirən qurğular istilik mühərrikləri adlanır. İstilik mühərrikləri daxil yanma mühərrikləri var, karbüratorlu və dizelli mühərriklər var, reaktiv mühərrik var, deyək ki, başqa mühərriklər, buxar turbini var, qaz turbini var və s. Bu mühərriklərdir. Bu istilik mühərrikləri əsas 3 hissədən ibarətdir. İşçi cisim, qızdırıcı və soyucudan ibarətdir. Deməli, işçi cisim bir sistem olur, porşeni olan, içərisində qaz olan bir sistem ola bilər. Təbii ki, qızdırıcı, buna verdiyimiz istilik miqdarı nə ilə qızdırırsa, o qızdırıcı sayılır. Deyək ki, bu işçi cisimə çubi qədər istilik miqdarı verir. Bəs soyuducu nədir? Təbii ki, soyuducuda ətraf mühitdir. Deməli, bu işçi cisim qızdırıcıdan çubi qədər istilik miqdarı alır və bu sistem qaz olaraq iş görür. Sistemin gördüyü iş təbii ki, qızdırıcıdan aldığı istilik miqdarı çıxılsın, soyuducuya verilən istilik miqdarı qədər olur. Yəni, qızdırıcıdan aldığı istilik miqdarından hamısından iş görmüş olmur. Oradan müəyyən qədər istilik miqdarı alır. Məsəl üçün 100 kJ istilik miqdarı alır. Onu 20 kJ ətraf mühitə verir. Yerdə qaz 80 kJ. 80 kJ nə etmiş olur? İş görmüş olur. Və qızdırıcıdan aldığı istilik miqdarı varsa, deməli qızdırıcının nəyi var? Təbii ki, temperaturu var. Qızdırıcının temperaturuna T1 deyilir. Soyucuya istilik miqdarı versin, deməli soyucunun da temperaturu var. Soyucunun da temperaturuna nə deyə bilərik? Yenə də T2 deyə bilərik. Bəs faydalı şəmsalı nədir? Faydalı şəmsalı E tərifindən işarə olunur. Bu əvvəlki dərslərdən bizə tanışdır. Sistemin gördüyü işin qızdırıcıdan aldığı istilik miqdarına nisbətinin faizlərlə ifadəsinə biz faydalı şəmsalı deyəcəyik. Təbii ki, bu düsturu istəsək bu şəkildə də yaza bilərik. A bərabərdir, Q1 çıxılsın, Q2 bölünsün, Q1 şəklində də yaza bilərik. Yəni, başqa cür də yaza bilərik. Amma əsas olaraq bu düsturu biləndə bəhs edir. Yəni, bütün düsturların açılışını deməyə ehtiyac yoxdur. İndi siz abituriyentsiniz, universitetə hazırlaşırsınız. Təbii ki, belə şeyləri özünüz də edə bilərsiniz. Faydalı şəmsalın vahidi əlbəttə ki, yoxdur. Çünki A-işlik faydalı iş sayılır, belə deyək. Vahidi jouldur. Q1 də bir enerjidir, onu da vahidi jouldur. Joul bölü joul nə olacaq? Təbii ki, vahid olaraq 1 olmuş olacaq. Onun üçün faydalı şəmsalın vahidi yoxdur. Qızdırıcıdan alınan istilik miqdarı həmişə qazın gördüyü işdən böyük olduğu üçün faydalı şəmsalı heç vaxt 100%-dən böyük ola bilməz. Faydalı şəmsalı həmişə, təbii ki, 100%-dən nə olacaq? Kiçik qiymət almış olacaq. Bunu da bilmiş olarıq. Və yaxud da faydalı şəmsalın düsturunu temperaturla əlaqəsini yaza bilərik. Temperaturla T1 çıx, T2 bölünsün, T1 vur 100% şəklində nə edə bilərik? Əlbəttə ki, yaza bilərik. Bunları da yadda saxlayaq. Əziz abituriyentlər, indi isə sizə faydalı şəmsalının istilik miqdarından, qazın gördüyü işdən və temperaturdan asılı qrafikdən göstərmək istəyirəm. Deməli, eta bərabər A-işlik bölü Q1 bölü 100% ifadəsinə görə, əlbəttə ki, eta A-işlikdən düz asılıdır. Q1-in sabit qiymətlidir, bu anlaşılır, burada bir problem yoxdur. Sonra, eta bərabərdir. Biz bu ifadədə A-nın yerinə Q1 çıx Q2 yazsaq, oradan da təbii ki, o ifadəni belə də yaza bilərik. 1 çıxılsın Q2 bölü Q1 bölü 100% şəklində. Eta Q2-dən necə asılır? Burada 1 çıxılsın olduğu üçün, Q2 artdığı üçün birdən artan qiymət çıxanda eta təbii ki, azalmalıdır, düz mütənasib olaraq. Birdən başlayaraq azala gedir. Əlbəttə, burada Q1 sabit olduğu zaman. Eta'nın T1-dən asılı qrafiki, yenə də qrafik bu şəkildədir. T1-dən asılı olaraq, təbii ki, T1 artanda, bu eta da artmaya başlayır, amma kök altında sanki artma olur. Yəni, düz mütənasib artma yoxdur burada. 1-ə qədər arta bilir maksimal, T2-dən başlayır. Eyni şəkildə eta'nın T2-dən asılı ifadəsi də T2 artanda əlbəttə ki, eta nə eləməlidir? Azalmalıdır. O da 1-dən başlayaraq. Deməli, termodinamika bölməsi sonlandı. Bu son dərsimiz idi. Kanalımızı izləməkdə
qalın. Növbəti dərslərimizdə zaman-zaman kanalımıza yerləşdirəcəyik. Sağ olun.